Günün xəbərləri. İsveç naziri ölkələrimiz arasında yaxşı siyasi dialoq olduğunu deyir. Qloballaşma, milli ideya və müasir Azərbaycan. Sülh və Demokratiya İnstitutu ətrafında böhran. 2 aprel aksiyası ilə bağlı həbs edilən 6 nəfərin istintaqı yekunlaşıb. Hamilə qadın zorakılığa məruz qaldı. Azərbaycan, Ermənistan və Rusiya Federasiyası Xarici İşlər Nazirliyi rəhbərlərinin iyunun 11-də Moskvada keçirilən görüşündə Qarabağ probleminin nizamlanması məsələlərinin dırnaqarası dərin müzakirəsi aparılıb. Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbəri Elmar Məmmədiyarovun bildirdiyinə görə görüş təxminən 3 saat davam edib. Əvvəllər razılaşdırılmamış bir sıra məsələlər üzrə irəliləyiş var və mövqeylər yaxınlaşdırılıb deyə Məmmədiyarov bugün İsveç Xarici İşlər Nazirliyinin rəhbəri Karl Bildtlə danışıqlardan sonra keçirdiyi mətbuat konfransında bildirib. Bununla belə bəzi məsələlər açıq olaraq qalır. Xarici İşlər Nazirliklərinin rəhbərləri bu barədə öz prezidentlərinə məlumat verəcəklər və prezidentlər Kazanda keçiriləcək görüşdə həmin məsələləri müzakirə edəcəklər. Məmmədiyarov hansı məsələlər üzrə irəliləyiş olduğunu, hansı məsələlərin razılaşdırılmamış qaldığını açıqlamayıb. Karl Bildt öz növbəsində İsveçin və Avropa İttifaqının ATƏT-in Minsk qrupunun münaqişənin sülh yolu ilə nizamlanması üzrə səylərini dəstəklədiyini bildirib. Aland adaları nümunəsi Qarabağ nizamlanması üçün model ola bilərmi sualına cavabda İsveç nazir deyib ki, dünya təcrübəsində müxtəlif modellər var. O, Aland adaları sakinlərinin 90%-nin İsveçlilər olduğunu və onların İsveçə birləşmə haqqında referendum keçirdiklərini söyləyib. Lakin müəyyən məsələlər həll olunduqdan sonra onlar Finlandiyanın tərkibində muxtariyyət alıblar. Karl Bildt iki ölkə arasında yaxşı siyasi dialoq olduğunu, sənaye və biznes sahəsində əlaqələrin inkişafı üçün mühitin yaxşılaşdırılması zərurətini qeyd edib. Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə Bakı Biznes Mərkəzində qloballaşma, milli ideya və müasir Azərbaycan mövzusunda müzakirələr keçirilib. Tədbirdə qloballaşan dünyada milli kimliyin necə qorunub saxlanması əsas diqqət mərkəzində olub. Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlı qloballaşmanı dünyanın bütövlüyü, sərt dövlət sərhədlərinin olmaması kimi dəyərləndirib. Müasir dövr qloballaşma proseslərinin əsasının 2-ci Dünya müharibəsindən sonra qoyulduğu, Sovet imperiyası dağıldıqdan sonra daha da sürətləndiyi deyilib. Beynəlxalq maliyyə qurumlarının, korporasiyaların yaradılmasının bu prosesə xidmət etdiyi qeyd olunub. Son 20 ildə isə dünyanın qloballaşma prosesinin iqtisadi, siyasi müstəvidən informasiya-kommunikasiya texnologiyası müstəvisinə keçdiyi iddia edilib. Artıq qloballaşma virtual aləmdə dünya insanlarını birləşdirə bilir. Filosof İlham Məmmədzadə qloballaşma prosesinin bütün dünyada durumu mürəkkəbləşdirdiyini deyib. Bu prosesi bir mənalı müsbət qəbul etmək və ya bir mənalı rədd etmək kimi addımın yararsız olduğu vurğulanıb. Ölkənin müasirləşməsi, milliliklə beynəlmiləllilik arasında münasib bir forma tapması uyğun sayılıb. Deputat Rasim Musabəyeva görə qloballaşma milli ideya ekspansiyasına cavabdır. İndi qloballaşma ekspansiyası baş verir. Bunun qarşısında isə ilk növbədə təhlükəsizliyi təmin etməklə durmaq olar. İkincisi, rəqabətlilik yaranmalıdır. Amma bu rəqabətlilik təkcə hansısa iqtisadi sahəyə yox, ölkə üçün həyati əhəmiyyəti olan bütün sahələrə aid olmalıdır. Dünya insanlarının ünsiyyət baxımından daha hərəkətli hala gəldiyi qeyd edilib. Bu halda milli kimliyin qorunması üçün prioritetlər müəyyən olunmalıdır. İndiki halda Azərbaycan üçün qanunun təminatı, ədalət kimi prioritetlərə ehtiyac olduğu vurğulanıb. Bugün günorta saatlarında Leyla Yunusun rəhbərlik etdiyi Sülh və Demokratiya İnstitutu Şəmsi Bədəlbəyli küçəsi 38 ünvanında bir mərtəbəli ev ətrafında ciddi böhran yaranıb. Qeyd edək ki, Sülh və Demokratiya İnstitutu uzun illərdir adı çəkilən ünvanda yerləşir, amma indiyədək binanın üzərində ünvan lövhəsi olmayıb. Gərginliyə qeyri-hökumət təşkilatı əməkdaşlarının binanın divarında Sülh və Demokratiya İnstitutu, Qadın Krizis Mərkəzi, binaların qadağan olunması üzrə asosiasiyanın burada yerləşdiyini bildirən sözləri yazması səbəbi olub. Bir müddət sonra mülki geyimli bir neçə şəxs əraziyə gəlib və yazıları silməyi tələb edib.
Daha sonra Nəsimi rayon 21-ci polis bölməsinin əməkdaşları gələrək binanın divarında yazı yazılmasının yol verilməz olduğunu deyirlər. Onlar Leyla Yunusu polisə aparmağa və ya yazıların üstünü şəxsən rəngləməsi üçün ona təzyiq göstərməyə çalışıblar. Xanım Yunus təzyiqlərə təslim olmadıqdan və hadisə yerinə jurnalistlər, xarici diplomatlar gəldikdən sonra polislər hadisə yerindən uzaqlaşıblar. Onlar baş verənləri kənardan polis maşınından müşahidə ediblər. Bu, insan hüquqlarının pozulması, özbaşınalıq və bizə açıq-aşkar təzyiqdir. Amma biz təslim olmaq niyyətində deyilik, deyə Leyla Yunus bildirir. Onun sözlərinə görə, polislər divarda binanın içərisində yerləşən təşkilatların adlarını yazmağa icazə verilməməsinin səbəbini izah edə bilmirdik. Polisin təzyiqi icra hakimiyyətinin həmin küçədə yaşayan insanlardan evlərini tərk etmək və yeni mənzillərə köçmək tələbi ilə eyni vaxtda təsadüf edir. Lakin sakinlərin çoxu şəhərin mərkəzindən kənar yerlərə köçməkdən imtina edirlər. Hakimiyyətin hər kvadrat metr üçün 1500 manat ödəmək vədi də yerinə yetirilmir. İctimai Palatanın aprelin 2-sində Bakıda keçirilən mitinqi ilə bağlı həbs edilən 13 nəfərdən 6-sının AXCP fəalları Sahib Kərimov, Arif Alışlı, Babək Həsənov, Zülfüqar Eyvazov, Müsavat fəalı Elşən Həsənov və bitərəf İlnur İsrafilovun istintaqı yekunlaşıb. Bu barədə bitərəf Əlil Elnur İsrafilovun vəkili Yalçın İmanov məlumat verib. Onun sözlərinə görə, istintaqın başa çatması haqda protokol müdafiə tərəfinə iyunun 13-də Bakı İstintaq Tədqiqatxanasında təqdim olunub. Vəkil bildirib ki, bundan sonra həm təqsirləndirilən şəxslərin, həm də müdafiəçilərin iş materialları ilə tanışlığı başlayacaq. Aprelin 2-sində Müxalif İctimai Palata Bakının mərkəzində keçirdiyi aksiya ilə bağlı Bakı Şəhər Prokurorluğu Cinayət Məcəlləsinin 233-cü ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə və 315-ci hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə maddələri ilə cinayət işi başlayıb. İstintaqı prokurorluq və polis orqanlarının əməkdaşlarından ibarət istintaq əməliyyat qrupu aparır. Həftənin ilk günü paytaxtın Şəmsi Bədəlbəyli 84 ünvanından həyəcanlı soraq alıb hadisə yerinə tələsdik. Sakinlər yenə küçəyə toplaşmışdılar. Hamı həyəcanla qadın, uşaq və qocalara qarşı kobudluqdan, hamilə qadına edilən zorakılıqdan, onun aldığı zərbədən hamiləliyinin yarımçıq kəsilmək qorxusu keçirdiyindən danışırdı. Qadının sözlərinə görə söküntü aparan təşkilatın nümayəndəsi onu etirazdan çəkindirmək üçün qarnına təpi vurub və bunu qonşuların hamısı görüb. Şikayətçi sakinlərin dediyinə görə köçmək üçün onlara 10 gün vaxt veriblər. Əks halda mənzillər xəbərdarlıq edilmədən günün istənilən saatında söküləcək. Kimlərsə bizim hesabımıza varlanmaq istəyirlər. Bizə hər kvadrat metrə 1500 manat ödəyib, ərazini investorlara 4000 manata satırlar. Bunu da sakinlər deyir. Son günlər ərazidə qarşıdurma halları artıb, sakinlərin tələbi ilə hakimiyyət nümayəndələrinin təklifi üst-üstə düşmədiyindən narazılıqlar çoxalıb. Gedin hara istəyirsiniz, şikayət edin. O biri həyətin sakinləri nə edə bildilər ki, siz də nə edəsiz? Russan, get Rusiyada yaşa. Evdən çıxmasanız, dağılan tirlərin altında qalacaqsınız. Kimi hədələr bitmək bilmir. Az sonra hamilə qadının halı pisləşir, qonşular təcili tibbi yardım maşını çağırırlar. Əraziyə aparan yollar bağlı olduğundan həkimlər yolun yarısını piyada keçməli olurlar. Xəstəni Semaş qadına xəstəxanaya çatdırmağa tələsən təcili yardım maşını ərazidən uzaqlaşan kimi sakinlər yolu açmağa başlayırlar. Onlar hələ də istədiklərinə nail ola biləcəklərinə ümid edirlər.